Sizinle danışabilir miyim? Tabii ki. Mənim adım Talatdır ya da Tələt. Mən Azərbaycan pavilyonunda çalışıyorum. İstərsəz sizə bir izahat verə bilirim. Burada gördüyünüz kimi Azərbaycanın xəritəsidir. Göstərdiyimiz kimi bizim qonşu ölkələrimizi görə bilərsiniz. Rusiyadır, Gürcüstandır, Armeniyadır, Türkiyə, bir də İran. Bu da bizim milli bayrağımızdır, üç rəngli bayrağımız. Gördüyünüz kimi ortada gələn zolaq Türkiyə bayrağına çox bənziyor, amma bir fərqi var. Bizdə 7 gülşəli ulduzdur, Türkiyə bayrağında isə 5 gülşəli ulduz. Bu tərəfdə Azərbaycan nə qədər multikultural bir ölkə olduğunu görə bilərsiniz. Bir nə qədər etnik qrup Azərbaycanda yaşayır. Siz hangi şehirdensiniz? Bakıdan, bu yarımadada da, Abşeron yarımadasında. Azərbaycan ən böyük şəhəridir. Əhalisi də təxminən 2-4 milyon arası. Kaç dil konuşabiliyorsunuz? Azərbaycan dili, Rus dili, İngiliz, Ərəb. 4 dil. 4 dil. Biraz fransızdır, bir də İbrani dilində. Azərbaycanda Heydər Əliyev mərkəzi var. Onun formasını təkrar edir.